Qədir gecəsi var Ramazanda. 1000 aydan xeyirlidir. Allah ayətində buyurur, 1000 aydan xeyirlidir. Demək bu Qədir gecəsinə biz heç hazırlaşmayacağımız qədər güclü hazırlaşmalıyıq da. Bir insan axşam deyək ki, yeni il fişəngini yandırmaqdan ötürü nə qədər hazırlaşır? Halbuki o 5 dəqiqəlik, 10 dəqiqəlik bir həvəsi getdi. Amma Qədir gecəsi sənə bir 83 il bir ömür qazandırır da. Yəni 1000 aydan xeyirli bir gündür, bir gecədir. Demək ki, Ramazan gündüzləri oruc, Quran indi bacardığımız qədər. Və gecələri də yəni ibadətlə, nə qədər bacarsaq ibadətlə keçirmək. Yəni bu bir ayı deyək ki, dünyanı biraz qırağa qoyaq. Zaten biz bütün ömür boyu dünya ilə məşğuluq da, dünya işlərlə məşğuluq. Deyər bir adam mən əziyyət çəkirəm, dünyalıq işlərim var. O belə əziyyət çəkirsə zaten əziyyət çəkirik də belə deyim. Amma bu bir ayı bu Ramazanda biraz dünya işlərini qırağa qoyaq. Bir Allaha yaxınlaşaq yəni. Hədislərdə Qədir gecəsi nə vaxt deyilir? Yəni təxmini də olsa bir hədis varmı? Yəni ki, Qədir gecəsi. Əslində biz Ramazanın hər anının, hər günün dəyərləndirməyə çalışmalıyıq. Peyğəmbərimiz bir hədisdə deyir ki, bütün Ramazanda axtarın deyir Qədir gecəsi. Yəni Ramazanın hər gecəsində axtarın. Bir hədisdə deyir ki, Peyğəmbərimiz Ramazanın son 10 günlüyündə axtarın Qədir gecəsini. Bir hədisdə deyir ki, son 10 günlüyün tək gecələrində. Xüsusən 25, 27, 29-cu gecələrdə. Yəni əslində hər günü dəyərləndirmək lazımdır.